Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binəqə qəsəbəsində dövran inşaata çatmamış, əsas yola yaxın, asfalt yola yaxın dostlar, sizin üçün şəxsi bir evin çəkilişinə gəlmişik. Evimizin işıq sayğacı, qaz sayğacı, su sayğacı da var dostlar. Suyumuz da şirin sudur. Sizin üçün göstərə bilərik. Evimiz tam küçənin üstündədir, gördüyünüz bayaqları. Evimizin həyətidir, belə bir geniş həyəti var. Addeni belə bir əldamıdır. Əlavə olaraq quyu suyu da var dostlar. Yəni şirin su da var, quyu suyu da var. Burada da belə bir garaj kimi bir yerdir değerli dostlar. Evimiz şəxsi evdir, köhnə evdir. Böyük evdir dostlar. 4-5 otaqlı evdir. Burada da bizim suyumuzun sayğacıdır gördüğünüz kimi. Bu hissədə də kombisidir, Tivut qazıdır dostlar, göstərim sizə. Evimiz kürsülü evdir. İnşallah geldiğinizde yine de kıymeti videonun sonunda diyeceğim dostlar. Sizden xahiş ederim videomun sonuna izleyin ki videonun sonunda kıymetli geləcək. Değerli dostlar, böyle bir girişte ayna bəndidir. Gördüğünüz kimi. İlk olarak bura nedir? Keçelim bunlara bakalım dostlar. Bura mətbəximizdir değerli izləyicilərimiz. Mətbəxdir, qəşəng genişdir. Sonra keçəyin evin özündən tanış edək. Buradan baxarsız adam yoxsa çəkəcəm. Girişdə belə bir otaqdır dostlar. Burada sol tərəfdə bir yataq otağıdır değerli izləyicilərimiz. Bu bizim ikinci yataq otağıdır. Değerli dostlarımız, ikinci yatağı otağıdır. Sonra burada bizim üçüncü yatağı otağıdır. Bu da bizim koridor zalımızdır dostlar. Maşallah. Evimiz 1, 2, 3, 4 yani oradaki otaqların elə bir 5 otaq sayılır değerli dostlarımız. Gazı, ışığı, suyu, interneti, hər bir şey, hər şəraiti olan kombimizde her bir şey dostlar. Qiymət 65.000 manata deyilir. İnşallah gəldinizdə və alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.